Ağdamda Dəli Dilbərin hekayəsini paylaşmışdım. 2 hissə paylaşdım və orada German Ağdamlı, bizim demək olar ki, Ağdamın gözəl şeirləri, duzlu məzəli söhbətlər olan German Ağdamlının bir rəyinə rast gəldim. Bu Ağdamı daha çox yaxşı tanıyır və sən demə, Dəli Dilbərin çox kədərli həyatı varmış və biz bəlkə də onu deyirik, gülürük duzlu məzəli sözləri ilə, yadımızda qalıb, amma çox kədərli hekayəsi varmış. İndi də bu günlərim həmin hekayəni danışmaq fikrinə gəldim. Elə German Ağdamlı yazdığı kimi danışıram. Dilbər əslən Füzuli rayonundan olub və o vaxtı qadın mexanizatorlar varmış. O da həmin o ilk qadın mexanizatorlardan biriymiş və deyilənə görə çox gözəl qadın olub həmin Dilbər. Bir günlərim kolxozun məsul bilikçisi bunu iş adı ilə kabinetinə çağırır və Dilbərə sataşır. Dilbərin ləyaqətinə toxunur. Gecə ilə Dilbər Füzulidən Ağdama köçür. Düşünür, deyir ki, elə əxlaqsız Dilbər dediklərindənsə qoy mənə elə Dəli Dilbər desinlər, özünü vurur dəliliyə. Və tənha yaşadığına görə də Dilbər elə bir azca da havalanır da, yəni. Yəqin ki, o boyda başına gələn o hadisə, hansısa bir, nə bilim, görəsən o kişi o biri dünyada onun əzabını çəkdimi? Çünki kiminsə özü istəmədən kiməsə sataşmaq. Nəysə, mövzunu keçək. Dilbər gəlir Ağdama və artıq onu Ağdamda Dəli Dilbər kimi tanıyırlar. Deyilənə görə ancaq varlılarla imiş işi, kasıblarla işi yoxmuş. İndi düzdür, orada rəylərdə hamı yazır, dedik, güldük, amma həqiqətən bilmirdim. Bu mövzunu da German Ağdamlıdan öyrəndim, ona təşəkkür edirəm. German Ağdamlının kitablarında elə bütün Ağdam barədə hansı mövzudan istəsəz var. Düzdür, məndə bir nüsxəsi var o kitabın. Bir gün gərək o kitabından oturam, oxuyam burada. Ərişdə olmayıb, xəşil deyənlər var, çox deyib, elə o qədər. Bir dənə əhvalatı o qədər hərə bir fərqli danışıb. Biri deyir qadın olub, biri deyir usta olub, onu tutub evə gətirdiyi, biri deyir yolda qalıb. Ne bileyim, gərək hərəsinə bir video çəkəm. Ona da vaxt yetmir. Yəni, hamı öz bildiyi kimi danışır. Allah heç kimi adamların dilinə salmasın. Yəni, bir hadisəni nə qədər təhrif eləyiblər, ay belə olub, ay elə olub. Amma yenə də Dilbəri xatırladır. Allah ona rəhmət eləsin. Da müxtəlif adamlar haqqında da yazıblar. Qırın-qırın famil deyirlər. Çox adam yazıblar, yadımda qalmayıb. Bugün də onlar haqqında belə yemək pişirə danışaram. Xoşum gəldi belə video çəkməkdən. Axı, çox Ağdamlılar aktiv idi. Nə qədər maraqlı. Hamısını bir-bir oxuyuram. Siz də yazın. Ən çox yazıblar ki, Dilbər qırmızı rəngdə geyinirdi. Nə bilim, qəribə geyinləri olub.
Yəqin ki, onun yaşadıkları onun həyatını elə məhv eləyib. Bax, belə-belə Dilbərin kədərli həyat hekayəsindən neçə gün özümə gəlmədim. Düzdür, o rəylərin çoxsu gülməlidir. German Ağdamlıya təşəkkür edirəm buradan gözəl şairimiz. Sağ olsun. Özümə borc bildim onun rəyinə görə mən bir video çəkeyim. Hiç bilmirdim. Düzdür, orada bir başqası da bir cürə yazıbdır. Yəni fikirlər müxtəlifdir. Pomidor yumurtanı həmişə belə qurudandan sonra yağ atın. Onda daha dadlı olur. Çox adam sulu saxlayır. Yəni o onun öz fikridir amma belə quru yaxşı. Həmişə ilə yağ ilə bişirirdim. Bu günlərim alınma yağla bişirdim. Kərə yağı ilə. Pomidorun rəngi özüm həyətdən özüm əkmişəm. Heç bir dərman vurmamışam. Görsəz rəngi, amma içi elə görsənir. Pomidorun yəqin sortundan asılıdır. Həm də həyətdə heç bir dərman, yəni nə bilim, mən elə gəlir ki, o biri dərmanlar belə pomidorlarda qırmızılıq verən nəsə var və yaxud sortundan da bilmirəm. Yəni dava dərmansız öz əkdiyim pomidordur. Pomidor yumurtanın rənginə görə deyirəm. Beləcə yumurta da əlavə eləyək. Bura hətta reyhan da əlavə eləyirəm. Çox qəşəng olur. Yəni siz özünüz nə cür istəsəz elə bişirin. Gah belə bişirirəm, gah sadə bişirirəm. Yox mənim başqa gözəllərdə gözüm. Beləcə siz də hansı hekayəni bilirsinizsə yazın gəlsin. Gözləyirəm sizdən gözəl Ağdamlar, tək Ağdamlar yox. Bütün hamı yaza bilər, amma daha çox Ağdamda yaşayan Dəli Dilbərlə danışdığım üçün orada fərqli adamlar barəsində yazdıqları üçün siz də yazın maraqlı fikirlərinizi. Ekranı bəyənin, videomu paylaşın, çox adamın qarşısına çıxsın. Takib atın. Bu günlərdə dünən xalam qızı güldən gətirdim. Çox gözəldir. Baxın. Yeməyimiz də hazır. Bugün də boranı bişirirəm canlı yayımda. Saat 2-də, 3-də canlı yayım açıram hər gün. Gələrsiniz. Bax belə. Artıq mənim yeməyim hazırdır. Siz də nə bilirsiniz yazın. Fikirlərinizi bölüşün. Bu arada bir sual verin. Allah rəhmət eləsin. Dəli Dilbər müharibədən, yəni Ağdamda başlanan 92-ci, 93-cü illərdə, yəni o vaxtlar rəhmətə gedib, yoxsa ondan çox əvvəl, yəni neçənci illərdə yaşamışdı? Hələlik yeni videolarda görüşənədək videonu kayd edin, paylaşın, bəyənin. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm. Gözəl Ağdamlılar, çoxlu yazın.